İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci ən böyük sənaye parkıdır. Burada 30 sahibkara rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilibdir. Bu günə kimi sahibkarlar tərəfindən parka 180 milyon manata qədər investisiya yatırılıb, nəticədə 1230 daimi iş yeri yaradılıbdır. Yaradılan iş yeri zamanı əsasən Ağdam və ətraf rayonların sakinlərinə üstünlük verilir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına mediatur təşkil olunub. Tur zamanı jurnalistlərə parkın fəaliyyəti, həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad olmuş ərazilərin iqtisadi dirçəlişinə töhfə vermək, yeni istehsal sahələri yaratmaq və investisiyaları cəlb etmək məqsədi ilə yaradılıb. Hazırda parkda 30 rezident və 4 qeyri-rezident fəaliyyət göstərir. Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir. 12 müəssisənin tikintisi davam etdirilir. Eyni zamanda 10 müəssisə hazırda layihələndirmə mərhələsindədir. 2026-cı ilin 6 ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib və bunun 42 milyon manatı müxtəlif ölkələrə ixrac edilib. Mediaturun məqsədi jurnalistlərin Ağdam Sənaye Parkında yaradılan müasir istehsal infrastrukturu, investorlar üçün formalaşdırılan əlverişli biznes mühiti və bölgənin iqtisadi inkişafına verilən töhfələrlə yaxından tanış etmək olub. Fabrikimizdə hazırda 80-ə yaxın əməkdaş çalışır və bunların çox böyük əksəriyyəti Ağdam rayonundan olan əməkdaşlardır və demək olar ki, yarısından daha artığı keçmiş məcburi köçkünlərdən ibarətdir. Hazırda fabrikimizdə poliuretan çəkmələr və poliuretan ayaqqabılar istehsal edirik. Təxminən 20-yə yaxın modelimiz, ayaqqabı üzrə modellərimiz mövcuddur. Artıq bir neçə ölkəyə də ixracımızı gerçəkləşdirmişik. Bu yaxınlarda Qazaxstana yenə 8000 tütə yaxın ayaqqabı göndərmişik. Bundan başqa biz müxtəlif sərgilərdə həm Avropa ölkələrində, həm Şərq ölkələrində müxtəlif sərgilərdə iştirak edirik. Bizim müəssisəmiz gördüyünüz kimi yüksək gərginlikli elektrik dirəklərinin istehsalına məşğuldur və əsasən Azərbaycanın hər bir yerində bizim istehsal etdiyimiz dirəklər istifadə olunur və müəssisəmiz 17 hal-hazırda əməkdaşla çalışır ki, onların da əksəriyyəti Ağdama keçmiş məcburi köçkünlərdir. Ağdam rayonu Tarcar kəndində yaşayıram, Çəmənli Tarcarında. İşsizlik, məşğulluğa müraciət elədim və məşğulluqdan bura gəldim. Ağdam rayonunda məşğulluq şöbəsinə müraciət etmişdim, o da məni işlə təmin elədi. Burada da hər şey yaxşı, hər işimiz yolunda işləyir. Ağdam rayonu işğaldan azad olduqdan sonra Sənaye Parkının tikilməsini eşitdim və burada işləmək qərarına gəldim. Burada hər şey əladır, burada işləməyimə şadam. Ana Şuralı, Tərlan İbrahimova, NTV Xəbər, Ağdam.